şərtli dövr. Digər isə sayğaclı dövrdür. Uşaqlar, şərtli dövrlə sayğaclı dövrün fərqi nədir? Şərtli dövrdə təkrarın sayı əvvəldən bilinmir. Bax, yadda saxlayın ki, bilinmir. Yəni, sən işə başlamamışdan qabaq deyə bilməzsən ki, sən neçə dəfə təkrarlayandan sonra sən cavabı alacaqsan. Amma sayğaclı dövrdə isə təkrarın sayı əvvəldən bilinir, yəni əvvəldən məlumdur. Sayğaclı dövrü biz yazırıq for vasitəsilə. Amma şərtli dövr isə yazırıq while vasitəsilə. While görəndə bilin ki, şərtli dövrdür, təkrarın sayı əvvəldən bilinmir, amma sayğaclı dövrdə isə təkrarın sayı əvvəldən məlumdur. Şərtli dövrün yazılışı necədir? Demək, bizdə yazılır, əvvəlcə while yazılacaq, while'ın qabağında eyni ilə ifdə olduğu formada gəlib burada şərt yazılacaq, daha sonra qoşan nöqtə qoyulacaq, while'dan 4 dənə boşluq sağa hər hansı bir hesablama yerinə yetiriləcək. Və while ilə bir sırada gəlib burada print olacaq. Print şərtin içində, while'in içində də ola bilər. Burada yadda saxlayın, bu hissəyə deyirik dövrün gövdəsi. Dövrün gövdəsi while şərtin içərisindəki hesablanan hissədir. Demək, şərtdən yadda saxlayın, hər cavabı alanda siz gəlib düşürsünüz dövrün daxilinə, dövrün gövdəsini işləyəcəksiniz. Yox cavabını alanda isə while ilə eyni sırada nə varsa onları yerinə yetir. Burada print ola bilər, hər hansı bir burada məsəlcə hər hansı bir hesablama da ola bilər. Onları yerinə yetirəcəksiniz. Məsəlcə bir dənə adi sadə bir sual yazaq. Deyirəm ki, A bərabərdir 2-yə. Məsələn, belə yazaq da 213. While deyirəm ki, A böyükdür 0-dan. Daha sonra A bərabərdir A drop 10. K bərabərdir A faiz 10. Burada belə bir dəyişən də əlavə eləyək. S də bərabər 0 yazacaq. S də bərabərdir 0-a. Daha sonra da print S. Bax, uşaq, bunun işləməsi necədir? Bu necə işləyəcək? Bunu işləyəndə gəlirəm birinci A-nın qiymətini qeyd edirəm. A-nın qiyməti neçədir? A-nın qiyməti 213-dür. S-in də başlanğıc qiyməti nədir? 0-dır. Gəlirəm şərtə. Demək, mən bu hissəni işləmək üçün, demək, şərt cavabını verməlidir. Bu hissəni işləmək üçün şərt yox cavabı, else kimi də yox cavabını verməlidir. Demək, hər dəfə cavabda, yəni A böyükdür 0-da yox cavabı alana qədər sən bunu təkrar işləyəcəksən. Demək, A-nın başlanğıc qiyməti 213-dür, S-in də qiyməti 0-dır. Gəlirəm şərtə, deyirəm ki, 213 0-dan böyükdür, deyirəm hə. Hə olan kimi A bərabərdir nə? 213-ü ona böləndə alınan tam. 213-ü ona böləndə alınan tam mənə verir 23. K da bərabərdir 213 bölünsün 10. Hər hansı bir ədədi faizlə 10-a böləndə yadda saxlayın ki, ən sonuncu rəqəmi götürəcək. Müəllimə 213 10-a böləndə 21 eləmir. Hə. Düz deyirsən. 21 eləyir. K da eləyəcək 3. Burada bir də var. Eləyəcək 3. S də bərabər olacaq nə? S də bərabər olacaq. S burada S bərabərdir. S üstə gəlsin K yazsa daha yaxşı olar. S də bərabərdir. Demək, S-in qiyməti 0-dır. 0-ın da üstünə gələcəm K-nın qiyməti, yəni 3-ü. Bunu bu şəkildə saxlayacağım təyinatını çıxartmaq üçün. Çünki həm də təyinatını çıxardaq. Növbəti etapda A-nın qiyməti artıq oldu 21. S-in də qiyməti oldu 0 üstə gəlinsin 3. Yenidən şərti yoxlayacağım. Deyəcəm 21 böyükdür 0-dan. Yenə deyəcəm hə. Hə olanda A bərabər olacaq nəyə? 21 bölünsün 10. 21-i 10-a böləndə eləyəcək 2. Sonuncu rəqəmdən başqa digər rəqəmləri götürəcəksiniz. Tam şəkildə 10-a böləndə. K da bərabər olacaq 21 faiz 10. Yəni 21-i 10-a böləndə alınan qalıq 1 olacaq. S də bərabərdir K-nın qiymətini gələcəm üstünə. K nəyi hesablayır uşaqlar? K nəyi tapır? Üstə gəlsin 1. K 10-a bölmədən qalığı tapır da. Həm qalığı tapandan sonra həm də nəyə oxşayır bu K? Bax, daxil edilən ədədlə bu ədədin nə əlaqəsi var burada? Artıq A-nın qiyməti oldu 2, S-in də qiyməti olacaq
0 üstə gəl 3 üstə gəl 1 deyəcəm 2 sıfırdan böyükdür. Hə deyəcəm. Hə olanda A-nın qiyməti olacaq 2 bölünsün 10. 2-ni də 10-a böləndə ikinci yəni 10 neçə dəfədir? Deyirəm 0 dəfə. K da bərabər oldu nəyə? 2 faiz 10. 2-ni də 10-a böləndə qalıq elə eləyəcək 2-nin özü. S də bərabər olacaq 0 üstə gəl 3 üstə gəl 1 və üstə gəl 2. Burada da artıq A-nın qiyməti oldu 0, S-in qiyməti oldu 0 üstə gəl 3 üstə gəl 1 üstə gəl 2. Şərtdə falan qoysam ki, A 0-dan böyükdür, deyəcəm nə? Yox. Yox cavabı almışamsa artıq gedəcəm printə. Printə gedəndə burada S-i verəcəm çapa. Yaxşı. Yeni bura fikir verin. A-nın başlanğıc qiyməti 213-dür. Amma S-də daldım. S-in bu 0 qiymətini siləcəm. 3 üstə gəl 1 üstə gəl 2. Niyə 0 qiymətini silirəm? Çünki o S-in başlanğıc qiymətidir. Uşaqlar bax bu qiymət bununla bunun nə əlaqəsi var? Nə görürsüz orada? Nə deməkdir? Müəllimə, ədədlərin cəmini tapıb da. Ədədlərin cəmi yox. Ədədin tərkibindəki ədədlərin Ədəd cəmi. tərkibindəki ədədlər, yəni təklik, onluq, yüzlük mərtəbəsindəki ədədlərin cəmi. Bəli. Bu ifadə çox düşür bu imtahanlara belə bir sual. Həm də bunu situasiya kimi də salır. Deyir ki, məsəl üçün daxil edilmiş ədədin rəqəmlərinin cəmini tap deyir. Məsələn, onda belə yazacaqsınız. Bax burada fikir verin. Onda mən bu şərti özümüz qurmalıyıq, elə bir şey versə bizə. Şərt verəndə sadəcə A bərabər 23 yazmayacaqsınız. Yəni yazacaqsınız ki, A bərabərdir burada. Həmişə situasiya quranda siz bura inputla başlayacaqsınız. Orada konkret rəqəm verməyin. Konkret rəqəm verəndə orada sənin balından çıxacaqlar. Çünki sən orada input yazmalısan ki, onu yoxlayan müəllim istənilən qiymət verə bilsin. Çünki sən orada konkret burada demişsən ki, A-nın qiyməti 213-dür. Amma bu bəlkə 5-i vermək istəyir. Verə bilmir axı. Input sözü yoxdur axı. Hə, başa düşdüm müəllimə. Ona görə də həmişə verin. Input verəcəksiniz. Olsa biz buraxılış imtahanı bitəndən sonra, martdan sonra da ayrıca bir gün ayıracam mən sizin üçün həftədə bir dəfəni. O həftədə həmin günü ancaq eləyəcəksiniz, proqramı qurmaq olacaq sizinlə. Aydındır? Həm alqoritm, həm Python. Oldu. Müəyyən bir proqramlar var, özəklər var. Onları mən sizə başa salacağam. Onları bax kimi quracaqsınız. Ümumiyyətlə biz əsasən Wild-da, statisiyada təsadüfən çox işlətmirəm. Mən məsələn qurduğum Fordu niyə while ancaq istifadə edirəm rəqəmi parçalamaq üçün. Rəqəmi Fordu parçalamaq çətindir. Yəni uzun gedir. Amma Ford while-da görsən nə rahatdır. Məsələn bunun təyinatı ədədi parçalar. Məsələn burada S-i yazmasan, bax bu iki hissə var ha. Bu isə ədədin rəqəmlərini parçalayır. Bax bu A ancaq dövrə xidmət edir. Hər dəfə A dövr eləsin. Amma bu faiz 10 isə ədədi faiz 10 eləmək ədədi rəqəmlərini bir-bir götürməkdir. Aydındır hər kəsə? Aydındır müəllimə. Digər Tamam. nə Bəli, aydındır. oldu? Səsi gəlməyənlər. Aydındır. Aydındır müəllim. Aydındır, aydındır. Olmuyor, başa düşməyəndə utanmayın. Nə varsa deyin ki, müəllimə, mən bu hissəni başa düşmədim. Bax, indi sual verməyə utansaz, Allah eləməsin, sərsök imtahan olandan sonra cavabınız, balınızı deməyə utanacaqsınız. Hansı yaxşıdır? İndi sual vermək yaxşıdır, yoxsa balı gizlətmək? Təbii ki, balı gizlətmək daha pisdir. İndi sual verəcəksiniz, öyrənəcəksiniz. Sərsök balınızı hamıdan qabaq. Qrupa yazacaqsınız ki, mən bu qədər yoxdur, inşallah. Hamı 400 plus eləyəcək. 400 nə deyib 500? Gəlir bura bir dənə də şərt qoyuram. Deyirəm ki, if yazıram ki, if k hə. Ya bunu işləyəndə zəhmət olmasa. Bu proqram. Bu S-dir ya, 9 deyil. Bu S-dir. Bir də bunu işləyən haqqında mənə zəhmət olmasa. Bəz əldən it olun. Mən hansını görmədim. Gördün indi. Bəli.
Mənim 3% onda qalıq 1-dir. 3. Həmişə birinci ədəd ikinci ədəddən kiçikdirsə, qalıq hələ özü olacaq. Sağ ol. Mən o şərtdə if ödəməsə, təzədən əvvələ qayıdıb yenə eləyirik yoxsa? Qayıdırsan, bəli. Mən bəs 2//10 onda. 2 dənə 10-0. Yəni sənə soruş ki, 2-nin içində 0 neçə dəfədir? 10 neçədən? 0 yazın. Belə demirsən, 2/10. Bəli. Yəni ki, 2-nin içində 10 neçə dəfədir? Var, 2-nin içində 10. 0. 0. Hə, bax, bu 0 eləyir. Amma 2/10, bu 2/10 0 eləyir. 2/10 2 eləyir. Ayən bir dənə o sualın təyinatını da yazaq da mənə. Nə iş görür? Düzdür. Yo. Bir dəqiqə. Son cavab harda daxırdı? Cavab 3-dür. Yo, diqqətli ol. Ola bir yeri gözündən qaçırmısan. Bax, mən yazdığım kimi bir belə yaz, onda rəqəmlər yadından çıxmayacaq. Bir sən unutmuşsan. Sən bir dəfə getmirsən axı, bunu bir də get də. Mən 2 dəfə getmişəm. Birində 21 oldu. Nə aparmısan? Sonra 2-yə düşdü. Sonra Faizdə 0. getmirsən, o birisini çox getmirsən. Bir də mən yazan kimi belə ardıcıl yaz. İndi səhvi başa düşəcək. Mənim 213/13, sonra 3/10. Bax, 210, 3. 10, 21 düzdür. 21, 213, o 3 düzdür. Sonra yazmışsan ki, 21 drop 10. Hə, bu 2-dir. Bəs 21% ondan. K-nı tapmamısan axı. K-da A-nın yerinə qoyum. Yox, K-nın qiyməti çox. Mən K bərabərdir K faizin yazmışam. Bildin səhvi? Bəli. Biraz cəld olun. Hə, İsmail düzdür. Bax, İsmail mən yazdığım kimi belə səliqəli yazıb deyə alınıb. Ay sən yazanda otur mən buraya baxdım ki, görüm ayol gör nəyə iş görmüsən, hə? Belə şey eləmisən, elə sütun belə ayır. Digər uşaqlar səsiz gəlsin.
Müəllimə, amma şifaya da getmək olar deyə bunu məncə. Hə, bu şifayətdir. Şifaya getmək üçün ki, yazırsan, gəl mən bir dəfə başa düşmək lazım ya. Hə. Qabağında kitab var. Yox, mən PDF-dən baxıram. Kitabın yoxdur sənin. Və hansı kitabı deyirsən məndən? Ümumiyyətlə kitab var səndə qabağında. Var, toplu var. Toplu var. Bəli. Bir şey istəyirəm, yəni bunlar bizi gözləyəncə sən sual vermək istəyirəm, ona görə deyirəm. Baxın da necə istəyirsiniz. Var deməyə peşman oldum. Yəni istəyirsiniz buradan göstərin müəllimə. Yəni fərq eləmir, başqa kitab olsun. Göstərin, screenshot eləyim yazın. Şeyi götürə bilmərəm axı, göstərə bilmərəm ekrana görə. Tamam. Mən deyirəm də buradan sənə yaz. Sual nömrəsini deyəcəm oradan işlə, yaxşı? Nə oldu? Təzə topludur müəllimə. Hə, təzə deyirsən də. Hə, olsun, olsun. Deyin. Təzədir. Səhifə 132-də 45. Nə oldu digər uşaqlar? Bəhyə, Fəqan. Mən yarıya kimi gəldim, sonra olmadı. Sonra nə oldu? Nurgül. Alınmır müəllimə. Fəqan. Yazım mən. Alınmadı müəllim. Yazdım mən tərəfdə. Ay, mən yazdıram, indi bir dənə bax görək. Bax, səhvin hardadır, yaxşı. A-nın bax, başlanğıc qiyməti 213-dür. S-in başlanğıc qiyməti 0-dır. Şərtdə gətirib yerinə qoyuram. Deyirəm 213 0-dan böyükdür. Deyirəm hə. Hə olanda A bərabər olacaq niyə? 213 tam bu şəkildə bölünsün 10-a. Bu da mənə verəcək 21. K da bərabərdir nəyə? 213 faiz 10. Bu da mənə verəcək 3. Gələcəm if-ə. İfə düşəndə deyəcəm ki, K-nın qiyməti yəni 3. 3-ü 2-yə böləndə. Bax, bu ədədi faizlə 2-yə bölüb cavabda 1 olmaq həmin ədədin tək olduğunu yoxlayır. Yəni deyir ki, 3 tək ədəddir. Nə deyirəm? 3-ü 2-yə böləndə qalıq 1 eləyir. 1 də 1-ə bərabərdir. Deyirəm hə. Hə olan kimi deyir S işlə. S də bərabərdir 0 üstə gəlsin 1. Bu da elədi 1. Növbəti etapda artıq A-nın qiyməti oldu 21, S-in də qiyməti oldu 1. Deyirəm ki, 21 0-dan böyükdürmü? Deyirəm hə. Hə olanda A-nın qiyməti olacaq 21 bölünsün 10. 21-i 10-a böləndə eləyəcək 2. K da bərabərdir 21 faiz 10. 21-i də 10-a böləndə qalıq eləyəcək 1. Düşəcəm şərtə. Şərtə düşəndə K-nın qiyməti, K-nı yoxlayacaq, şərti yoxlayacaq. 1-i 2-yə böləndə qalıq deyir 1 eləyir. Deyirəm hə, çünki 1 tək ədəddir axı ona görə. S də bərabər olacaq 1. Bir dəqiqə, mən burada niyə 1 gəlmişəm? Soruşmaq ayıb olması 3 olmalıdır axı. K-nın qiyməti 3-dür axı. S olacaq 3. 3 üstə gəlsin 1. Elə bu formada saxlayacağam. Növbəti etapda A-nın qiyməti eləyəcək 2, S-in də qiyməti elədi 3 üstə gəlsin 1. Deyəcəm ki, 2 0-dan böyükdür. Deyirəm hə. Hə olanda A-nın qiyməti eləyəcək 2 bölünsün 10. 2-ni 10-a böləndə qalıq eləyir tam şəkildə böləndə 0. K-nın da qiyməti eləyəcək 2 faiz 10. 2-ni 10-a böləndə qalıq da eləyəcək 2. Gələcəm şərtə. Deyəcəm 2-ni 2-yə böləndə, 2-ni 2-yə böləndə qalıq 0 eləyir. Yəni 2 tək ədəddir. Deyirəm ki, yox, cütdür axı. Cüt oldu. Başqa bir dənə qaldı. Mənim işi ödəmir axırda. Hə, ödəmədi burada. Ona görə S işləmədim. Artıq A-nın qiyməti elədi 0, S-in də qiyməti elədi 1 üstə gəlsin 3. Deyirəm 0 0-dan böyükdür. Deyirəm yox. Yox olduğu üçün gedirəm hara? Printə. Printə gedəndə yenə bura baxın. Mən A-ya daxil eləmişəm 213, 213. Amma S-də dalmışam 1 üstə gəlsin 3. Nə deməkdir bu? Ədədin tərkibində olan tək ədədlərin cəmi deməkdir. O da elədi 4. Ayən bildin səhvi? Bəli. Ayən bir dənə sən bilirsən, sadəcə yazılışı yaz da, bu formada yaz. Belə yazsan alınacaq.
Başa düşdünüz? Bəli. İnşallah. İsmail səhifə neçə demişdim sənə? Koderadan baxacağım. Mən səhifə 132-də 45 dedi, amma 132-də 45 yoxdur, 130-da var. Yoxdur, 132. Təzə kodera deyirsən də göy rəngüzdür. Məlumat koderadan verdiniz topludan. Toplu deyirəmi? Sən kodera baxmısan? Yo, topluya baxıram elə. Topluda 132 yoxdur, sən Allah. Səhifə 132-də 45 yoxdur, 130-da var 45. Deyəm bir dəqiqə. Mən sənə göstərəcəm indi. Bax, bu səhifə 132. Hə. Bu 45 deyil. Hə, məndə indi bu sual səhifə 130-dadır. Elə bunu işləyirəm məndə. Nə rəngdir? Qırmızıdır, çəhra kimi. Yo, göy, Nətər olur o? mavi. Maraqlıdır. Amma eyni suallardır, eyni şeylərdir. Səhifə fərqi var. Səhifə necə? Səhifə 130-dur, sizdə 132-dir. Yəqin kimsə kağıdı qənaət edib. Hə. Gəlin sizə biraz asanlıq verim də. Buna bir bu İsmail yazdı deyə İsmail'ə ona görə biraz dedim ki, sən onu işlə. Sizə gəlin biraz sadəsini verim. 3'ü yazın görək bir dənə buradan. Koderadan. Və yazın həlli ilə mənə atın. Xahiş edirəm, mənə ABC deməyin. Həlli ilə qəşəng səliqəli sütun yazın atın mənə. Yaxşı? Başa düşdü uşaqlar bayaqki sualı? Bəli. Gözləyirəm indi. Yazın. Bəli. Bir-iki dənə istəyəsin. Alınır. Rəqəm qiymət neçə oldu orada?
Necə müəllim? Qiymət neçə almısan? Özüm o axıracan get də. Bir dəfə getdin, təzədən bir də elə də. Yox cavabı alana qədər. Sən bir dəfə getmisən, dayanmısan. Bəhəyə sən də. Şərtə təzə D-nin qiymətini bir də qoyun yerinə, iş yoxlayın da. Yox cavabı alacaqsınızmı? Bir dövr getmisiniz, dayanmısınız. Hə, Nurgül düzdür. Bax sən axıracan getmisən. Dövrü axıra qədər gedin. Yox cavabı alana qədər gedin. Yoxu gördünüz dayanın. Yoxu görməmiş dayanmayın. Aha, düzdür. İsmail düzdür. Nurgül 4'ü işte. Bəhəyə Fəqan işlədirsiniz. Hər bəhəyə indi düzdür. Yox cavabını görməyənə qədər dayanmayın, işləyin. Fəqan gözləyirəm. Bax, işte D-nin qiyməti 1-dir. Hə, indi düzdür. Axıracan gedin. Fəqan indi düz oldu. Aydındır? Dövrü axıra qədər gedin. 4-dən aldınız. 4-də dövrün gövdəsi neçə dəfə təkrar olunur. Yəni neçə dəfə hər cavabı alarsan. Hərlərin sayını istəyir. Nurgül, dövrün sayını istəyir. Neçə dəfə işləmsən? Bax, neçə dəfə hər cavab almısan? Bax, onu istəyir səndən. Sən aldığın cavab şərtlə düz gəlmir. Cavab düzdür, amma şərt onu istəmir axı səndən. Bax, neçə dəfə hər cavab aldın orada? Onların cavabını çıxartacaq. Bildin? Bax, dövrün gövdəsi bax burada. Deyir, buranı neçə dəfə işləmsən? Neçə dəfə A-nın üstünə 2 gəlib B-ni 2-yə vurmusan? Bu işi neçə dəfə yerinə yetirmirsən, deyir. Biraz əldən iti olun, tez tapın. İsmail, səndə Kodera kitabı var? Yox, mən ona PDF-dən baxıram. Evdə nə işləyəcəksiniz? Evdə işləyəcəksiniz. Demək,
Codera 11.4-dən ancaq while'ları, həmçinin də topludan. Aydındır? Hər ikisindən ancaq, çünki bizdə while və for ikisi qarışıq verilib burada. Ona görə də həm də 11.5-in içərisində də var. Topluda. Yox, Codera deyil, daha 11.5-in içində də var. Hər ikisinin içində while olan testlərin hamısını seçirsiniz, işləyirsiniz. Codera'da çox deyil, heç 50 dənə test yoxdur. Aha, Bəhiyə düzdür. Bəhiyə başa düşdün tam şəkildə dərsi? Bəli, müəllimə. Əla. Fərqan başa düşdün? Bəli, müəllim. Lap yaxşı. Demək evdə bir dənə